Salam kanalımın dəyərli izləyiciləri, yeni vloquma xoş gəlmisiniz. Necəsiz? Getdim mamamgilə, biraz onun bağçasındakı gülləri də çəkdim sizlər üçün. Maşallah rəngarəngdir mamamın bağçası. Çox sevir gülləri. Hər il belə bağçasında gözəl güllər əkir. Mən də gətirib əkmişəm, amma məndə ondakı kimi elənçinə daha da canlı deyil də. Bizdə elə bir ki, torpaqdandır, nədəndir, çox da bəzi ştillərim inkişaf eləmədi. Ona görə mamamda maşallah hamısı biri-birindən gözəldir, rəngarəng çiçəklərdir. Hər gedəndə sevirəm belə çəkməyi. Baxırsan güllərə, maşallah adam ürəyi açılır. Qızlar, sonra gəldim, bir balığım var idi, belə çəki balığı, bilmirəm sizlər nə deyirsiniz, bizim zonada çəki deyilir bu balığa. Dedim onun canı çıxsın, ondan sonra yırtaram, yuyaram, təmizləyərəm. Sobada bizdə xoşlayırlar çəki balığını. İlk öncə təmizləyim, onun pullarını biraz təmizləmək çətin oldu, iri idi deyə. Biraz təmizləyəndə çətinlik çəkdim. Xanımlar, istəyirəm balığımı duzluyum. Balığımı iç eləyəndə kürüsü çıxmadı. Ona görə belə özüm ləvəngi hazırlayacağım. İndi göstərəcəm nələrdən istifadə edirəm, hansı ərzaqlardan. İlk öncə balığımı duzluyum. Burada isə palçıq turşusudur, şordur,
pomidordur, bir də soğan, duzun, istiotunu əlavə eləmişəm. Balığı çəkim bir kənara. Sonra digər bunları cincəfildir. Bir də doğranmış qoz. Belə çox da xırda doğramadım, belə bu şəkildə. Bunları hamısını bir qaba əlavə edirəm. Qəşəng əlimlə qarışdırıram, qəşəngcə dadları qarışsın bir-birinə. Qarışdırıb bitirəndən sonra belə nehrə yağını da əlavə edirəm. Nehrə yağla da biraz yaxşıca qarışdırıram. Və hazırdır. Balığımın ləbəngisinin qulaqlarına da, içinə də saldım hamısını. Balığım çox iridir deyə soba listinə yer olmayacaq. İstəyirəm ki, ortadan bölüm düz, sonra belə qoyum tava listinə. Hə, xanımlar, böldüm artıq. Belə bu şəkildə oldu. Tavamı da elə bir ki, nehrə yağla yağlamışam, qoy balığım yapışmasın deyə. İndi isə göndərirəm sobaya bişməyə. Sobaya göndərməmişdən öncə bıçaq vasitəsilə bunun üzərini, belə balığın üzərini böldüm. Ən sonda da mayonezlə kərə yağının qarışımını çəkdim balığın üzərinə. Ona görə belə gözəl qızardı. Burada ayran hazırlayıram. Qatıqdır, sudur, duzdur, bir də qurudulmuş nanədir. Bunları gözə yarı əlavə edirəm blenderə, sonra köpürdüb. Qəşəng olur, dadlı olur, quru yeməklərin yanında yaxşı olur. İstəyirəm ki, çiyələk mürəbbəsi hazırlayım. Burada kasetdə 5 kilo çiyələyim var. Saplaqlarını təmizləyəcəm. Axırda nə qalsa yenidən çəkəcəm. Ona uyğun da şəkər tozunu əlavə edəcəm. Bunu da vurğulayım ki, ilk dəfədir çiyələk mürəbbəsi hazırlayacağam. Görək necə alınır. İndi təmizləyirəm, süzənə tökəcəm, yuyacam. Ondan sonra şəkər tozuna bir qabda qoyacağam. Biraz suyunu buraxandan sonra keçəcəm bişirməyinə. Çiyələyimi çəkdim, 4 kilo yarım oldu. Yarım kilo şəkər tozunu əlavə elədim. 4 dənə də belə əlavə 1 kiloluq paketim var, şəkər tozu. Bunları da əlavə edirəm. Hamısı birlikdə 4 kilo yarım olacaq. Dörd kilo yarım çiyələk, 4 kilo yarım da şəkər tozu. İkisi də bir qaydada əlavə elədim. İndi isə göndərirəm ocağa bişməyə. Ara sıra onun üzündəki kəpləri yığacam. Artıq mürəbbəm hazır olur, az qalıb. 10 dəqiqədə qaynadıb götürəcəm.
Hə xanımlar, artıq mürəbbəm soyudu, hazırdır. Bu şəkildə alındı. Nə çox duru, nə də çox qatı, belə orta kıvamda. Rəngiz falan da yaxşı idi. Qaynanam dedi, yaxşıdır, bəyəndi. İlk dəfə bişirdiyimə görə çox həyəcanlı idim. Deyirdim ki, necə alınar, necə olar. Çox şükür yaxşı idi, bəyəndilər. İndi bankalarımı yumuşam, quruladım. İndi mürəbbələrimi əlavə edirəm bankalara. Qışa tədarük. Banka almadım, elə bizdə belə bankalar var, onlardan istifadə edirəm. Bunlar mayonez, şoraba, xiyar zadın bankalarıdır. Elə yumuşdum, qoymuşdum bir kənara, dedim lazım olanda istifadə eləyəcəm. Biraz keçsə inşallah pomidor, tomatı da eləyəcəm. Onları da sizinlə paylaşacağım, necə hazırlayıram. Keçən yay bağlamışdım, çox əlimdən tutdu. Qışda sulu yeməklərdə, quru yeməklərdə daha tomat pastası almağa ehtiyac olmadı. Elə öz hazırladığımdan istifadə elədim. Çox da yaxşı idi. Xanımlar, bu tərz vloqları bəyənirsinizsə, mənim kanalımda qalıb mənə dəstək olun. Sizlərin dəstəyi mənim üçün çox önəmlidir. İnşallah ki, bəyənərək izləyirsiniz. Mən də sevə-sevə videolarımı montaj edib sizinlə bölüşürəm. Bilirsiniz, biraz əziyyətli işdir. Çünki kadr arxasını görmürsünüz. Montaj eləmək, vloqları çəkmək həqiqətən adam vaxtını alır. Amma mən sevərək işimi görürəm. Bilirəm ki, sizlər də vloqlarımı tam izləyib mənə dəstək olursunuz. İnşallah birlikdə kanalımı böyüdərik. Sizlərin dəstəyi mənim üçün çox önəmlidir. Hə xanımlar, 5 ədəd banka doldurdum. Bu saat biraz artıq qaldı. İstəyirəm bir dənə də banka gətirim, yuyum. Bunlar da bu şəkildə. Yaxşıdır. Bəyəndin? Neçə bal versən? Müsiflər reyəti gəlir, mürəbbəyə baxır, rəylərini bildirir. Yaxşı idi? Deyirəm 5 bal verirəm ya. Bugünlük bu qədər. Gələn vloqlarda görüşmək ümidi ilə hələlik.